Sürücülər indi bir xəbər təqdim edəcəyik. Diqqətlə izləyin, yoxsa mütləq cərimə ilə üzləşəcəksiniz. Yəni paytaxtın əsas prospektlərindən biri olan Ziya Bünyadov prospektində tuneldə hərəkətin təşkilində dəyişiklik edilib. Elə bir dəyişiklikdir ki, ani diqqətsizlik maddi ziyan deməkdir. Yəni əməkdaşımız Məhəmməd Hacızadə yeniliyi ətraflı, aydın şəkildə baxaq. Əvvəllər bu tunelə həm 20 yanvar, həm də Qələbə dairəsi istiqamətindən 2 zolaq olmaqla ümumilikdə 4 zolaq daxil olurdu və tunelin çıxışına yaxın hissədə hər iki istiqamətin zolaqları birləşərək 2 zolağa çevrilir. Təbii ki, bu da əsasən də günün pik saatlarında tıxacın və sıxlığın yaranmasına gətirib çıxarırdı. Məhz bu kimi halların qarşısının alınması məqsədi ilə yolun bu hissəsində, yəni tunelin çıxışına yaxın hissədə hərəkətin təşkilinə dəyişiklik edildi. Belə ki, 20 yanvar istiqamətindən gələn 2 zolaq olduğu kimi saxlanıldı. Amma Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat axını üçün sol zolaq bitdiyindən sürücülər avtomatik olaraq bu qırıq-qırıq xəttin sonuna qədər mütləq şəkildə sağ zolağa keçməlidir. Sol zolaqda hərəkət edən sürücülər 1.11 nişanlanma xəttinin qırıq hissəsindən istifadə edərək vaxtında sağ zolağa keçmədiyi halda onlar 20 yanvar istiqamətindən gələn nəqliyyat axınını ayıran bütöv xətti keçməyə məcbur qalaraq qaydaları pozmuş olacaqlar. Ekspertlər hesab edir ki, nişanlanma xəttinin dəyişməsi əsasən də 20 yanvar istiqamətindən gələn zolaqda sıxlığın və tıxacın azalmasına gətirib çıxara bilər. Xronometraj aparılıb ki, hardan daha çox nəqliyyat axını varsa, həmin istiqamətdə 2 zolaq saxlanılmaqla digərində 1 zolağa çevrilib. Amma mən düşünmürəm ki, bu qəti qərar ola bilər. Çünki əgər əks reaksiya versə, əks təsir baş versə, daha böyük konflikt nöqtəsi yaransa, o zaman vəziyyəti başqa cür dəyərləndirmək lazım olacaq. Daha əvvəldən həmin istiqamətdə 2 zolaq tədricən 1 zolağa çevrilsin ki, məhz tunelin altında artıq konflikt nöqtəsi yaranmaz. Ekspert onu da bildirdi ki, tunelin üst hissəsində sürücülərin rahat görəcəyi bir nöqtədə də zolaqlar üzrə nişanlar quraşdırılmalıdır ki, sürücülərdə çaşqınlıq yaranmasın. Qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 40 manat məbləğində cərimələnəcək. Məhəmməd Hacızadə, Aytən Mustafayeva, Yunus Yusifli, ATV Xəbər.